Təsəvvür edin, atanız yaxın şərqin ən böyük imperiyalarından birini qurub. Xarizmatik, məğlub edilməz bir sərkərdə kimi tanınır. Aha, Şah İsmayıl. Düzdür. Amma o qəfil vəfat edəndə sizin cəmi 10 yaşınız var və ətrafınızdakı hər kəs, atanızın o ən sadiq silahdaşları belə əslində sizin taxtınızdan, sizin gücünüzdən pay qoparmaq istəyir. Yəni o 10 yaşlı uşağın vəziyyəti doğrudan da çox qorxuncdur. Bəli. Şah Təhmasibin hekayəsi məhz belə bir zülmət otaqda, belə bir çıxılmaz vəziyyətdə başlayır. Sizə qoşulduğum bu dərindən təhlildə biz 16-cı əsrin ən təlatümlü, eyni zamanda ən uzun müddətli hökmdarlarından biri olan Təhmasibin 52 illik hakimiyyətinə baxacağıq. Mən bugün bu mövzunu sizinlə araşdıracaq aparıcınızam. Mən də Səfəvilər dövrü üzrə ixtisaslaşmış tədqiqatçıyam və bu müzakirəyə qoşulduğum üçün çox şadam. Əla. Deməli, mənbələrimiz çox zəngindir. Oqtay Əfəndiyevin Fundamental Azərbaycan Səfəvilər dövləti əsəri, Təhmasibin özünün qələmə aldığı təzkirə, həmçinin Həsən bəy Rumlu və Budaq Qəzvini kimi salnaməçilərin yazılarıdır. Bizi bu mövzuya gətirən əsas məqam odur ki, tarix dərsliklərində çox vaxt Təhmasibə passiv bir varis kimi baxılır. Elə bilirlər ki, sadəcə atası Şah İsmayılın kölgəsində qalıb. Tamamilə düzdür. Ancaq əlimizdəki mənbələr bugün fərqli, çox dərin bir strateginin mənzərəsini açacaq. Missiyamız o 10 yaşlı uşağın daxili hərbi elitanın caynağından necə xilas olduğunu və bu dövləti necə yenidən qurduğunu anlamaqdır. Bax, sizin çəkdiyiniz o 10 yaşlı uşaq mənzərəsi var ha, o əslində bütün dövlətin o dövrdəki vəziyyətinin çox dəqiq metaforasıdır. Necə yəni? Dövlət də uşağı idi. Bir növ bəli. 1524-cü ildə İsmayıl vəfat edəndə dövlət institusional baxımdan tam formalaşmamışdı. Hələ uşaqlıq dövrünü keçirirdi. Aha. Səfəvilər dövlətinin quruluşuna baxanda görürük ki, mərkəzləşmiş bürokratik aparatdan daha çox konfederativ bir tayfa ittifaqı var idi. Şah İsmayıl o tayfaları öz xarizması ilə bir yerdə tuturdu. O gedən kimi siyasi vakuum yarandı. Tamamilə elədi və 10 illik bir vətəndaş müharibəsi başladı. Rumlu, ustacılı, təkəli, Şamlı əmirləri dövlət aparatını ələ keçirmək üçün amansız bir rəqabətə girdilər. Deməli, bu taxt oyunları dövrü mənbələrdə olduqca qanlı təsvir olunur. Lələlər ardıcıl olaraq vəkil vəzifəsini qəsb edirlər. Əvvəlcə Div Sultan Rumlu gəlir. Bəli, sonra Çuxa Sultan Təkəli onu devirir. Daha sonra isə Hüseyn xan Şamlı gəlir. Ancaq məni burada dəhşətə gətirən başqa bir məsələdir. Bu, qızılbaş əmirləri sadəcə saray daxilində intriqa aparmırdılar. Onlar sözün əsl mənasında dövlətin hərbi potensialını da mərf edirdilər. Düzdür və bunun ən bariz nümunəsi 1529-cu il Zirabad döyüşüdür. Əmirləri əhatəyə düşəndə Təkəli əmirləri onlara kömək etmir, qoşunu götürüb qaçırlar. Ağla sığmır, amma doğrudan da belə olub. Sırf rəqib tayfa məhv olsun deyə. Və gənc şah bütün bunları kənardan səssizcə izləməyə məcburdu. Yəni o, ordusunun necə məhv edildiyinə baxırdı. Tam da bu səbəbdən Zirabad döyüşü Təhmasib üçün sadəcə hərbi məğlubiyyət deyil, həm də çox ağır bir siyasi dərs oldu. O başa düşdü ki, tayfaların güc balansı heç vaxt dövlətə xidmət etməyəcək. Çünki hər tayfa öz hegemoniyasını istəyir. Bəli, Təhmasib illərlə səbrlə gözlədi. O tayfaların bir-birini zəiflətməsini izlədi. Yəni onlar qırıldıqca mərkəzi şah hakimiyyətinin təməlini hazırlayırdılar. Bax, elə burada mənim çox ciddi bir sualım yaranır. Biz deyirik ki, Təhmasib 20 yaşına çatanda qəfil qərar verir. 1534-cü ildə dövrün ən qüdrətli adamını, sonuncu vəkil Hüseyn xan Şamlını edam etdirir. Və hakimiyyəti öz əlinə alır. Bəs o bunu necə etdi? Bütün ordu, bütün hərbi qüdrət tayfa başçılarının əlində idi. 20 yaşlı bir gənc, ordu olmadan ən güclü əmiri necə ortadan qaldıra bildim? Niyə dərhal qiyam qopmadı? Bu, Təhmasibin necə mükəmməl bir strateji olduğunu göstərir. O, Hüseyn xan Şamlını edam etdirəndə, yəni heç bir yeni gizli ordusu falan yox idi. Doğrudan, bəs nəyə güvənirdi? O sadəcə qızılbaşlar daxilindəki psixoloji yorğunluqdan istifadə etdi.
Şamlı tayfasının hegemonluğu digər tayfaları o qədər bezdirmişdi ki, Təhmasib bir növ onların ümumi xilaskarı kimi çıxış etdi. Yəni digər əmirlər Şamlının edamına göz yumdular, çünki bu onların da marağındaydı. Tamamilə düzdür. Təhmasib tayfalar arası nifrəti bir alətə çevirmişdi. Əsl dahiyanə gedişi isə edamdan sonra baş verdi. Vəkil postu məsələsi, düzdürmü? Bəli. Şamlı gedəndən sonra digər əmirlər gözləyirdi ki, o post yenə qızılbaş tayfalarından birinə veriləcək. Amma Təhmasib Qazi Cahan Qəzvini təyin etdi. Fars mənşəli mülki bir bürokratı. Bəli. Öz ordusu olmayan, birbaşa şahdan asılı bir məmuru. Deməli, hərbi elitanı tamamilə kənarda qoydu. Çox hiyləgər addımdır. Ancaq daxili siyasətdəki bu ustalıq Təhmasibi çox böyük bir xarici sınaqdan xilas etmədi. Çünki məhz bu dövrdə Səfəvlərin qapısını dövrün ən qorxulu hərbi maşını döyürdü. Aha, Osmanlı ordusu. Sultan Süleyman. Bəli, Süleymanın 4 böyük yürüşü var. Və mənbələrdə Təhmakibin atdığı addımları oxuyanda açıq danışaq, adam dəhşətə gəlir. O, atası kimi meydan döyüşünə çıxmır. Qaçır, düşməni öz arxasınca dərinliklərə çəkir. Bu, asimetrik müharibənin ən ekstremal forması idi. Təzkirədə Təhmasibin özünün apardığı konkret riyazi hesablamalar var. O yazır ki, Osmanlı Sultanının 600 min canlını əhatə edən nəhəng bir ordusu var. Bəli, atlar, dəvələr və əskərlər daxil olmaqla. Və onların bir günlük arpa ehtiyacı 15 min xalvardır. Buna görə o qərar verir ki, Təbrizə qədər olan bütün əkinləri yandırsın. Hətta qanov və kəhrizləri, yəni su mənbələrini zəhərləyir. Söhbət sadəcə bir neçə kənddən getmir. Səfəvi ordusu klassik, yandırılmış torpaq taktikası tətbiq edirdi. Atlara bir ot saplağı belə qalmırdı. Baxın, mən bunu heç cür təsəvvür edə bilmirəm. Əminəm ki, dinləyicilərimiz də düşünürlər ki, axı, bu vətəndaşlarına xəyanət kimi bir şeydir. Öz ölkənin iqtisadiyyatını bilərəkdən viran qoymaq necə qələbə sayıla bilər? Yəni, kənardan baxanda bəli, dəhşətli görünür. Kəndiləri acından öldürmək hesabına, düşməni saxlamaq, elə dövlətin özünü daxildən məhv etmək deyilmi? Niyə belə radikal qərara əl atırdı? Çünki başqa alternativ yox idi. Biz Çaldıran döyüşündən bilirik ki, Səfəvi süvarilərinin Osmanlının nəhəng toplarına qarşı açıq meydanda şansı sıfır idi. Təhmasib o topların qarşısına çıxsaydı, dövlət bir günün içində çökəcəkdi. Düzdür. Bu emosional deyil, riyazi bir sağ qalma instinkti idi. Bəli. Süleymanın ordusunu heç bir qılınc məğlub edə bilməzdi. O ordunu ancaq aclıq və logistik qarabasma məğlub edə bilərdi. Amma sizin vurğuladığınız o əhalinin vəziyyəti məsələsi də mənbələrdə var. Yəni o kompensasiya edirdi. Bəli, müharibə zonasında olan, əkinləri məhv edilən kəndlilər 3 il, bəzən 10-20 illik vergilərdən tam azad edilirdilər. Dövlət onlara deyirdi ki, məhsulunuz yandı, amma illərlə divana vergi ödəməyəcəksiniz. Dəhşətli iqtisadi yük, amma hərbi cəhətdən işə yarayan bir mexanizm. Və tarix də göstərdi ki, Təhmasib haqlı idi. Osmanlı ordusu 4 dəfə nəhəng qüvvə ilə gəldi və 4-ündə də aclıqdan qırıla-qırıla geri çəkildi. Hətta Almaniya imperatorunun elçisi Busbek yazırdı ki... Aha, Avropanı qoruyan qalxan məsələsi. Bəli. Avropanı Türkiyənin işğalından qoruyan yeganə amil, Səfəvilərin arxada belə güclü bir müqavimət və bufer zonası yaratması idi. Bu səbrin nəticəsi 1555-ci il Amasya sülhü oldu. Deməli, ölkəni qoruduğu üçün diplomatiyada belə ehtiyatlı, soyuqqanlı addımlar atmağa məcbur idi. O, şöhrətpərəstliyə yer qoya bilməzdi. Biz bunu onun sığınacaq axtaran monarxlara münasibətində çox açıq görürük. O hissə mənim ən sevdiyim mövzulardandır. İki fərqli yanaşma. Tam olaraq. Bir tərəfdə Hindistanın Moğol imperatoru Hümayun taxtını itirib Təhmasibə sığınır. Təhmasib ona 10-12 minlik nizami qızılbaş ordusu verir. Və əvəzində çox strateji əhəmiyyətə malik Qəndaharı Səfəvilərə bağışlamasını tələb edir. Qüsursuz işləyir. Bəs digər qaçqın? Bax, o məsələ biraz daha mürəkkəbdir. Osmanlı şahzadəsi Bəyazid məsələsi. Sultan Süleymanın qiyamçı oğlu Bəyazid məğlub olub Qəzvinə qaçır. Yenə eyni ssenari. Nəhəng ziyafət, dostluq nümayişləri, amma sonda Təhmasib ehtimal olunan yeni bir müharibəni gözə ala bilmir. Çünki yeni müharibə yenidən yandırılmış torpaqlar demək idi. O riskə gedə bilməzdi.
Beləliklə o, soyuqqanlıqla böyük maddi imtiyazlar müqabilində Bəyazidi elə Qəzvindəcə Osmanlı elçilərinə təslim edir. Yəni o, saraya sığınanları mənfəət mənbəyi kimi görürdü. Qazanc gətirəcəksə ordu verir, risk yaradacaqsa qurban verir. Tamamilə praqmatik bir davranış. Üstəlik, Avropa ölkələri, məsələn, Roma papası, Portuqaliya daim saraya elçi göndərirdilər. Ərlə sülhü pozsun. Və top Səfəvilərin ən çox ehtiyacı olan silah idi. Amma Tahmasib yenə də aldanmadı. O anlayırdı ki, Qərb sadəcə Səfəvilərdən özünü qoruyan qalxan kimi istifadə edir. Buna görə də Amasya sülhünü pozmadı. Hətta 1555-ci ildə paytaxtını Təbrizdən ölkənin içərilərinə, Qəzvinə köçürdü, coğrafi dərinlikdə müdafiə kimi istifadə etdi. Düzdür, bütün bu daxili xaosu təmizləmək, asimetrik müharibədən sağ çıxmaq, yəni bütün bunlara baxanda tarixçilərin ona zəif deməsi doğrudan da qəribə səslənir. Xüsusilə də Budaq Qəzvinin xatirələrini oxuduqda, bu məmur şahın dəftərxanasında birbaşa mətbəxdə işləyirdi. O yazır ki, şah inanılmaz yaddaşa malik idi. Bəli, o yaddaş məsələsi fenomenaldır. 3000 qorçu və 3000 yasavul, cəmi 6000 xüsusi əskər. Və o, bu 6000 adamı ad-baad, sima-sima tanıyırdı, kimin hansı döyüşdə fərqləndiyini əzbər bilirdi, üstəlik iqtisadiyyat üçün tamğa vergisini ləğv etmişdi, özü məktubları oxuyub düzəlişlər edirdi. Sanki bir nəfərlik kəşfiyyat idarəsi idi. Amma mənim üçün maraqlıdır. Bir şah niyə 6000 əskərin keçmişini əzbərləməyə bu qədər vaxt sərf etsin? Bu, sadəcə şəxsi yaddaş nümayişi idimi? Yox, əsla. Sizin o bir nəfərlik kəşfiyyat idarəsi bənzətməniz tam yerinə düşür. Bu yaddaş məlumat inhisarı yaratmaq üçün idi. İnformasiya asimetriyası deyirik buna. Yəni o, bununla əmirləri nəzarətdə saxlayırdı. Bəli, gənc yaşlarında görmüşdü ki, əmirlər maaş bölgüsündə necə yalanlar danışır, öz adamlarını önə çəkirlər. O, 6000 nəfərin tarixçəsini bilməklə, əslində əmirlərin onu aldatmaq şansını sıfıra indirirdi. Beləliklə, kimsə gəlib bu əskərə torpaq verək deyəndə, şah hər şeyi bildiyi üçün vasitəçini, yəni tayfa başçısını kənarlaşdırırdı. Tam olaraq belədir. Tüyul sistemini, yəni torpaq mülkiyyətini də belə idarə edirdi. Deməli, o, hərbi elitanı iqtisadi cəhətdən özündən asılı vəziyyətə salırdı, şahdan xəbərsiz heç kəsə pay düşmürdü. Bunu daha da gücləndirmək üçün torpaqları iki yerə böldü. Divani məmalik və divani xassə. Aha. Divani mamalik əmirlərin nəzarətində olan ümumi dövlət torpaqları idi. Divani xassə isə şahın birbaşa gəliri olan tac torpaqları. Və təbii ki, o, tac torpaqlarını dayanmadan genişləndirdi. Düzdür. O, hərbi əmirləri maliyyə mənbələrindən məhrum edirdi. Bütün gəliri mərkəzi xəzinəyə toplayır və qızılbaş elitasının ambisiyalarını iqtisadi yolla boğurdu. Yəni, o qədər qatı bir mikromenecer olmuşdu ki, bütün bürokratiya onunla nəfəs alırdı. Lakin mənbələrin sonlarına doğru baxırıq ki, 52 il ərzində dövləti toplayan bu dahi mikromenecerin sistemi sonda böyük bir faciəyə səbəb oldu. Təəssüf ki, elədi. 1576-cı ildə o ölüm yatağında olarkən hər şey dağıldı. Saray yenidən 50 il əvvələ o vətəndaş müharibəsi günlərinə geri döndü. Çünki sistem yalnız bir fərdin qüsursuz yaddaşına bağlananda, o fərd gedən kimi mexanizm çökür. Təhmasib əl-vacib məsələni, yəni vələhd məsələsini həll etməmişdi. Oğlu Heydər Mirzə ilə illərlə həbsdə saxladığı digər oğlu İsmail Mirzə arasındakı qeyri-müəyyənlik qaldı. Bəli, o gözlərini yuman kimi tayfalar yenidən qılınca sarıldılar. Qəzvin sarayında qan su yerinə axdı. Heydər Mirzə qətlə yetirildi, ikinci Şah İsmail sülalənin böyük bir qismini edam etdirdi. Təhmasibin yarım əsr boğduğu o separatizm bir gecədə yenidən püskürdü. İnsanın doğrudan da heyrətə gəlməməsi mümkün deyil. Bütün bu mənzərəyə baxdıqda biz Təhmasibin həyatından fundamental bir dərs çıxarırıq. Onun hakimiyyəti dağılan bir imperiyanı mürəkkəb, bəzən radikal, bəzən isə soyuqqanlı qərarlarla bir yerdə tutmaq sənəti idi. Həqiqətən də elədi. Və bugünkü müzakirəmizdən sonra düşünməyə dəyər çox ciddi bir məqam var. Bəzən bir liderin hər şeyi, hətta 6000 əskərin adını belə öz yaddaşına bağlayacaq qədər qatı mikromenecer olması, əslində həmin dövlətin onsuz da ayaqda qala biləcək müstəqil institutlar qurmasına ən böyük əngəl deyilmi? Mütləq və tək başına nəzarət bəlkə də gələcək xaosun ən səssiz, ən təhlükəli toxumudur. Bunu özünüz üçün təhlil edin. Bu dərindən təhlilə bizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirik.
Gələcək müzakirələrdə mənbələrin və tarixin tozlu səhifələri arasında yeni hekayələri yenidən kəşf etmək ümidi ilə.